Salam, hər vaxtınız xeyir. Üçbucağın daxili bucaqlarının cəmindən danışacağım. Düzbucaqlı üçbucağın iti bucaqlarından biri pi bölünsün 5'dir. Mən də bilirəm ki, düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi gənclər, bax bu bucaqla bu bucaq pi bölü 2'dir, yəni 90 dərəcə. Birini sənə pi bölünsün 5 veribsəm, digərini tapmaq üçün pi bölünsün 2-dən pi bölünsün 5'i çıxaram. Bu da eləyər onda 3 pi, yəni onu 2-yə bölərəm. 5'i bura surəti 5'ə vuraram, onu 5'ə bölərəm 2, bunu da 2'yə vuraram, çıxsam 3 pi bölünsün 10 eləyər. Daha sonra 65'in üstündən 45 gəlirəm, bax bu üçbucaqdan. Eləyəcək 110, 180'dən 110 çıxaram, bura 70 eləyər. Qarşılıqlı bucaqlar bərabər olduğuna görə 70'i köçürdürəm bura. 70'in üzərinə 50 gəlirəm, 120, 180'dən 120'ni çıxaram. Bettamız 60 dərəcə eləyəcək. Gəlirəm 6 nömrəli suala. Üçbucağın 2 xarici bucağı 76 və 130'dur. 3-cü xarici bucağından danışır. Üçbucağın xarici bucaqlarının cəmi 360'dır. Çıxaram 76 ilə 130'un cəmini gənclər. Onda belə çıxır ki, 76'nın üstünə 130 gəlsəm 6, 0, 206 eləyər. 360'dan da 206'nı çıxsam 154 dərəcə eləyəcək A variantı. 8 nömrəli sualda deyilir ki, üçbucağın daxili bucaqlarından biri 55'dir. Xarici bucaqlarından biri 70'dir. Əgər bura 70'dirsə, 70'in qonşusu bura 110'dur. Uşaqlar bizə də deyir ki, xarici bucaqlarını soruşur. Burada 55'in qonşusu eləyəcək 125 dərəcə, 180'dən çıxacağam. 70'in üzərinə 105 gələrəm. Və yaxud da ki, daxili bucaqlardan tapa bilərəm. 110'un üstünə 55 gələrəm. 165, 180'dən 165'i çıxaram, bura 15. Qonşusu yenə 165 eləyər. 165 və 125 dərəcə D variantı. Bura 110'sa qonşusu 70 eləyər. Üçbucağın xarici bucağı özünə qonşu olmayan 70 ilə 50'nin cəminə bərabərdir. Onda 120 dərəcə eləyəcək. 35 dərəcə isə qarşılıqlı bucaqlar bir-birinə bərabər olduğuna görə burada 35'dir. 105'in qonşusu 65 dərəcə eləyəcək. 65 dərəcə yox, 75 dərəcə eləyəcək. 75'in üstünə 35 gələrəm. 110, 180'dən 110 çıxaram. 70 dərəcə eləyəcək. 14 nömrəli sual. Uçaq formalı fiqurlardır. 60 dərəcə 3 dənəsinin cəminə bərabərdir. Yəni x üstə gəlinsin 15 üstə gəlinsin 10 bərabərdir 60'a. 60'dan 25'i çıxaram. Cavab eləyəcək 35 dərəcə. 16 nömrəli sualda alfanı 120 dərəcə verib bizə, bettanı da 120 dərəcə verib. AB-nin B düz xətti üzərindəki proyeksiyası. Proyeksiya maildir. Hər zaman proyeksiya maildir nə idi? Proyeksiyanı hər zaman mailin altında axtarırıq. Yəni mailin altında axtarıramsa, mailin altındakı buranı sənə verib 9,5. O ki 120 dərəcədirsə uşaqlar, 120'dən 90'ı çıxıb bura 30 dərəcə yazaram. 30 dərəcəli bucağın qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Yəni mən bunu taparam ki, 9,5'i 2'yə vuraram, 19 dərəcə taparam. Bura 60'dır. 120'dirsə çünki qonşusu burada 60'dır. 60 üstə gəl 60, 120, 180'dən 120'ni çıxaram, burada 60 eləyər. Və bu bərabər tərəfli üçbucaq olduğuna görə AB 19'dursa, AS'miz də 19 dərəcə eləyəcək. D variantı. Sonra deyir ki, 17'də bərabər tərəfli üçbucağın iki tənböləni arasındakı qalan iti bucaq. Bu mənim bərabər tərəfli üçbucağım. Bir tənböləni budur, ikinci tənböləni budur. Bərabər tərəfli üçbucağın bütün bucaqları 60 dərəcədir gənclər, hamısı. Tənbölən dediyinə görə 30, 30, 30, 30. Bu üçbucağa baxın, 30'un üzərinə 30 gələrəm. 60, 180'dən 60 çıxaram. 120, qonşusu da 60 eləyər. İti bucağı soruşduğuna görə cavab 60. Kör bucağı soruşsaydı 120 dərəcə olacaqdı. İndi gəlirəm 19 nömrəli qəşəng sualın həllini deyim sizə. Mənə deyir ki, BAC 110 dərəcədir. BD DY-yə bərabər olduğuna görə bura alfa qoyuramsa, burada alfadır. Bura üçbucağın daxili bucaqlarının cəmindən 180'dən 2 alfanı çıxaram. Bu tərəf də bu tərəfə bərabər olduğuna görə bura beta qoysam, burada betadır. Bura eləyəcək 180 çıxılsın 2 beta uşaqlar. Üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə olduğuna görə 180 minus 2 alfa, bax bu 3 dənə bucağın cəmi 180 eləməlidir. Yəni 180 çıx 2 alfa, üstə gəl 180 çıx 2 beta, üstə gəlinsin 110 dərəcə, bərabərdir 360 dərəcəyə. Müəllimə, mən deyərdim ki, bərabərdir 360 nədir, nə olub mənə? Bərabərdir 180 dərəcəyə bağışlayın, çox üzr istəyirəm. 180'lər gedəcək, 180'in üstünə bu 110'u gələrəm, 290 dərəcə, bərabərdir 2 alfa üstə gəl 2 betaya. Hər tərəfi də 2'yə bölsəm, alfa üstə gəlinsin beta 145 dərəcədir. Amma səndən soruşur, bax bunu, bu x bucağını. Burada o 180 dərəcədir. O x bucağını tapmaq üçün 180'dən alfa betanın cəmini çıxaram.
Yəni 145 dərəcəni çıxaram. O da eləyəcək gənclər 35 dərəcə. Getdi. Sonra gəlirəm buna. BDS bucağı 120-dirsə, burada 3 bucaq var. Özdə alfaları bərabər verib, bərabər yanlıdır. 180-dən 120-ni çıxaram. 62 yerə bölərəm, 30-30 alınar. Deməli, mənim alfam 30 dərəcədirsə, 30 üstə gəl 20, bettamız 50 dərəcə eləyəcək. Betta 50-dir, burada 50-dir. Bu çərpələng formalı fiqura baxsam, uçağa baxın. Uçağa baxsam, 120 dərəcə 50 üstə gəl, 50 üstə gəl qammanın cəminə bərabərdir. 120-dən də bu 100-ü çıxsam, qamma sən demə 20 dərəcəyə bərabər olacaq. D variantı. Gəlirəm növbəti səhifəyə. Bəli, sonuncu səhifədir. 21 də eləyək, çünki fərqli sualdır. Bura 90 dərəcədirsə və bərabər yanlışsa 180-dən 90 çıxıb 2 yerə bölsəm, alfamız 45-45 eləyər. Alfa 45-dirsə, 45-i 3-ə bölüb bettanı 15 dərəcə yazaram. Betta 15-dirsə, burada 15-dirsə, bu 90, qamma 15-15-in cəmidir. Yəni 15-in üzərinə 15 gələrəm. 30, 90-dan 30 çıxaram. Qammamız 60 dərəcə eləyər. 22 nömrəli sualları mən burada ikiliyə eləyim yazım sizin üçün. Aha, belə bir şey yazaq ki, başa düşəsiz. 22 nömrəli sualda nə deyilir? Deyir ki, ABC 3 bucaqdır gənclər. Bu mənim ABC 3 bucağımdır. A, B, C. ABC 3 bucağında A1 hündürlüyü vermirsən, bir də CC1 hündürlük. 90 dərəcə burada var. 90 dərəcə də burada var. Bucaq hamımız 82 dərəcədir. 62-dir. Bucaq C82-dir uşaqlar. Bura 82-dir. Mən də görürəm ki, bu üç bucağa baxın. Bax, bu qaraladığım. 90 dərəcə burada var. 82 dərəcə burada varsa, 90 üstə gəl 82, 180-dən çıxsam bu cəmi və yaxud iti bucaqların cəmi 90-dır. 90-dan 82-ni çıxıb buranı 8 dərəcə alaram. Digər tərəfdən uşaqlar bu üç bucağa baxın. 90 dərəcəni bu. Biyoburçuluq. 90 dərəcəni sənə burada verib, düzdürmü? Burada 62 dərəcə verib A bucağının. Yenə 90-dan 62 çıxaram. Bu hissəmiz eləyəcək 28 dərəcə. Sənə nə deyir? AKS-ni tapmaq lazımdır. AKS. Bu bucağı soruşursa səndən 8-in üstünə 28 gələrəm. 36, 180-dən də çıxaram 36-nın. Deməli, müəllimə AKS-miz 144 dərəcə olacaq. 23 nömrəli sual. 3 bucağın 2 bucağı 55 və 67-dir. Bura 55 olsun, bura 67 olsun. Bu bucaqların təpəsindən çəkilən hündürlüklər arasındakı ən kiçik bucaq. Buradan bir dənə hündürlük çəkmirsən, buradan da bir dənə hündürlük çəkmirsən. Ən kiçik bucağı soruşur uşaqlar. Mənə nə edərəm? 90 dərəcə burada varsa, bura 55 dərəcədirsə, 90-dan 55 çıxıb bu hissəni 35 dərəcə yazaram. Bax, bu hissə, bu bucağı. Sonra baxıram bu üç bucağa. Burada bir dənə 90 dərəcəm var. Burada da 67 var. Mən bu bucağı tapa bilərəm. 90-dan 67 çıxıb 23 dərəcə buraya yazaram. Sonra sənə deyir ki, kiçik bucağı tap. Kiçik bucağı tapmaq üçün nə edərəm? Fikir verin. 35-in üstünə 23 gələrəm. 3 bucağın bir xarici bucağı. Bax, bu qırmızı 3 bucaqdan danışıram. Özünə qonşu olmayan 35 və 23-ün cəminə bərabərdir. Yəni 58 dərəcə. Bizdən də o kiçiyini soruşur. Böyüyünü soruşsaydı, bu hissəni soruşacaqdı. 100-dən 58-i çıxacaqdım. Sonra gəlim növbəti suala. Növbəti sual 25 nömrəli sualdır. Deyir, ABC 3 bucağının A və B təpələrindən çəkilmiş tənbölənlər. A və B-nin təpələrindən tənbölən çəkmirsən. Bunlar D nöqtəsində kəsişir. Tənböləndirsə alfa-alfa, tənböləndirsə beta-beta müəllimə. DAC, hanı DAC? DAC. Hanıdır burada? Beta, yəni beta bucağı, üstə gəl ABD. ABD, yəni alfa bucağı 70 dərəcədir. Deyir, ACB-ni tapmaq lazımdır. Uşaqlar, ABC-ni tapmaq üçün mən nə edərəm? 180-dən 2 dənə alfa, 2 dənə betanı çıxaram. Bir dənə alfa üstə gəl beta 70 dərəcədirsə, 2 dənəsinin cəmi 180-dən 140-ı çıxaram. Bu da eləyər 40 dərəcə. Təpə bucağımız eləyəcək 40 dərəcə. Açıq suallardan yenə baxaq. 26 açıq deyirəm, şəkilsiz suallardan. ABC 3 bucağıdır. A, B, C.
A və B təpələrindən çəkilən tənbölənlər yenə eyni sualdır. Təpələrindən çəkilən tənbölənlər D nöqtəsində kəsişir. Tənbölən isə alfa alfa, beta beta eləyəcək. Bizə deyir ACB bucağını vermişəm sənə bu səfər 50. Onda 180-dən 50 çıxaram. Bax bu bucağı. 2 alfa üstəgəl 2 betanı alaram 130 dərəcə. Alfa üstəgəl betamız da 65 dərəcə eləyər. Yəqin D bucağını soruşacaq buradan. Bəli, bu bucağı soruşur. Bu üç bucağın da daxili bucaqlarının cəmi 180-dir. 180-dən alfa plus betanı çıxaram 65 dərəcəni eləyəcək 115 dərəcə. A variantı. Sonra gəlim 27 nömrəli suala. 27 nömrəli sualda nə deyilir uşaqlar? Deyir ki, ABC üçbucağında AD tənböləndir. ABC'miz 68 dərəcədir bura. Sonra deyir ki, BAC'miz bura 82 dərəcədir. 68-in üstünə 82 gələrəm. Eləyəcək 150. 180-dən 150-ni çıxaram. C bucağı 30 dərəcə eləyər. Və AD tənböləndir. AD tənbölən isə 82-nin yarısı 41 bura yazaram. Bura 90 dərəcədirsə, 90-dan 41 çıxıb bu isə 48 yazaram. Mən yaxınlaşdırım sizin üçün. YDS-ni soruşur. Bura 48-dirsə, bura bunun qonşusudur. Bax bu hissə. 180-dən 48 çıxıb 132 dərəcə yazaram. 132-nin üstünə 30 gələrəm. YDS bucağı bərabərdir. 180-dən çıxaram 132 üstə gəl 30. 162-ni. Bu da eləyəcək 18 dərəcə. 29 nömrəli sualda AB-ni BD-yə bərabər verib sənə. DAC bucağı DAC. Alfa. ABC bucağı hanı ABC? ABC. Buradan da alfa verib. Bucaq C-mizdə 21 dərəcədir. Bunlar da bir-birlərinə bərabərdirsə, bura bir dənə beta qoysam, burada beta olar. Və mən bilirəm ki, üç bucağın bu xarici bucağı özünə qonşu olmayan alfanın betanın cəminə bərabərdir. Bax bu hissə. BAD bucağını soruşur. Deməli, belə bir şey deyə bilərəm. Alfa üstə gəlinsin, alfa üstə gəl beta, üstə gəl 21, bərabərdir 180-ə. 2 alfa üstə gəlinsin beta, 180-dən 21-i çıxa bilərsiniz. 9, içəriyəcək 159 elədir deyəsən. 2 alfa üstə gəl beta 159 dərəcədir. Digər tərəfdən də burada açıq bucağım var. 2 beta üstə gəlinsin alfamız, bərabərdir 180 dərəcə. Buradan beta bərabərdir 159 dərəcə, çıx 2 alfa. Gətirib yerinə yazaram. 2 vurulsun betanın yerinə 159 çıx 2 alfa. Üstə gəlinsin alfa. Bərabərdir 180-ə. 2-ni 159-a vursam 18. Bir yadda 218 eləyir. 218. Çıx 4 alfa. Üstə gəl alfa. Bərabərdir 180-ə. 3 alfa bərabərdir. 218-dən 180-i çıxmalıyam. Elə deyil. 218-dən də 180-i çıxanda alınır. Ay, mən kalkulatordan çıxdım. 38 3-ə bölünmür. Hazdasa hesablama səhv eləmişəm. 2-ni 159-a düz vurdum uşaqlar. 318, 218 yazmışam. 318-dən mən çıxmalıyam 180-i. 138 dərəcə eləyər. 138 dərəcədə 3-ə bölünür. Düzdürmü? O da düşür 46 dərəcə. Alfamız 46 dərəcə eləyir. Bizdən BAD-ni soruşur. BAD-ni. Betanı soruşur. Alfamız 46 dərəcədirsə, 2-ni vuraram 46-ya, 159-dan çıxaram. Yəni 159 çıxılsın, 12, 92. 159-dan biz çıxacağıq 92. Bu da eləyəcək 67 dərəcə mənim digər bucağım. Gəlirəm 30 nömrəli suala. 30 nömrəli sualı mən buradan çəkim də sizin üçün. Baxın buradan. Buradan yazım çəkim. Deyir ABC 3 bucağıdır. Daxili və xarici bucağın tənbölənlərindən danışır. Daxili bucağın tənböləni budur, alfa alfa. Xaricinin tənböləni budur, beta beta. Bu deyir bundan tərəflə 40 dərəcəli bucaq əmələ gətirir. Deyir biz bu tərəflə neçə dərəcəli bucaq əmələ gətirir? Tərəflə əmələ gətirmir, tərəfin uzantısı ilə əmələ gətirir. Burada 2 alfa üstə gəlinsin 2 betamız 180 dərəcədirsə, alfa üstə gəl betamız 90 dərəcə eləyər. Demək istədiyim bu üç bucaq düz bucaqlı üç bucaqdır. Bir iti bucağı 40 dərəcədirsə, təbii ki, digər iti bucağı 50 dərəcə eləyəcək. Variant D variantı. Gəlirəm 32 nömrəli suala. 32 nömrəli sualı da necə analiz eləyəcəyəm? Baxın, 9-cu sinifə düşmüşdü. 9-cu sinif üçün biraz maraqlı sualdır. X-in yerinə mən burada 150 götürəcəyəm hamısında. Onda belə çıxır ki, 150 çıxılsın alfa bərabərdir 8K-ya nisbət. 150 çıxılsın beta bərabərdir 9K-ya. 150 çıxılsın gamma bərabərdir 13K-ya. Digər tərəfdən də çərpələng formalı fiqurda bu X, yəni 150 dərəcə, bərabərdir alfa, beta və gammanın cəminə.
Bu üçünün cəminə. Bunları tərəf-tərəfə toplasam bura qədər. 3 dənə 150, 450 eləyər. Çıx alfa, çıx beta, çıx gamma. 8K, 9K və 13K eləyər 30K. Onda belə çıxır ki, müəllimə, mənfini mötərizə xaricinə çıxartsam, alfa plus beta plus qammamız 150 dərəcədir. Bunun yerinə 150 yazaram. 450-dən 150-ni çıxaram. 300 bərabərdir 300K, 30K-ya. 300-ü də 30-a bölsəm, K-mız 10 eləyər. K-mız 10-dursa, biz bucaqları taparıq. K-nın yerinə 10 qoysam, bura 80 eləyər, bura 90 eləyər, burada 130. 150-dən 80 çıxaram 70 dərəcə. 150-dən 90 çıxaram 60 dərəcə. 150-dən 130 çıxaram. Qammamız da 20 dərəcə. 20, 60 və 70 dərəcə eləyəcək. 33 nömrəli suala baxaq. ABC üçbucağında A bucağına sənə verib ki, 40 dərəcədir. BD perpendikulyardır buna. Onda bura 90 dərəcədirsə, bura 40-dırsa, bu balaca yer 50 olar. Burada da 90 dərəcə varsa, bura 40 eləyər. Bizdən BOK-nı soruşur. Hələ cavab 40-a çıxdı ki. 34-də bucaq seyini 60 dərəcə verib. Burada bir dənə 4 bucaqlı var. 4 bucaqlının daxili bucaqlarının cəmi 360-dır. Bu 180-dirsə, bunlar da 180 olmalıdır. Yəni 180-dən 60-a çıxıb 120 dərəcə yazaram. Qarşılıqlı bucaqlar bərabər olduğuna görə AOB-ni də 120 dərəcə yazaram. Bucaq A-mız 40 dərəcədir. Bucaq B-miz 30 dərəcədir. Burada 90 dərəcə varsa, bura 30-dursa, bura 60 dərəcədir. 60-ın qonşusu bura 120 dərəcə eləyər. Üç bucağın xarici bucağı 40 ilə 120-nin cəminə bərabər olur. 160 dərəcəyə. Cavab MD'ni soruşur. 160 dərəcə. Bu qədər. Növbəti sınaqlarda, dərslərdə, izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.